Hə bala, mənim də nəvəm marketdə işləyir, hə, o da marketdə Ay baba işləyir. ne market? Marketing. Hə də o marketingdir, marketdir, nədir orada işləyir də bilmirəm. Sən tanışarıq da vay da. Salam əziz dostlar. Hə, indi də gəldik zamanəmizin ən maraqlı və sürətlə irəliləyən sahələrindən birinə. Marketing. Bu sahə haqqında köhnə nəslin çox az məlumatı var. Əvvəllər market deyiləndə Hüseyn dayının dükanı yada düşərdi. İndi marketing deyirlər. Amma ortada mağaza zad yoxdur. Ha, kişi, deyirlər bu alver deyil. Amma necə olursa, axırda hamı nəsə satır. Bu satmaq deyəndə bu satıcı zad başa düşməyin də o deyil. Bunlar bu brenddir, nədir? Bu belə şeyləri tanıdırlar. Yəni müştəriyə düzgün məlumat ötürürlər, bu qədər. Ha, haybəla, biz də tanıdırdıq da o vaxtı. Dükana təzə konfet gələndə hamıya deyirdi ki, dükana konfet gəlim, kəndin bütün yarısı bilirdi. Açı, bax, elə bu filmdəki kimi. Kişi fikirləşir. Aha, o boydana Churchill bundan gir. Belə fikirləşir. Əvvəllər ağızdan ağıza gəzən marketing var idi. İndi isə sosial media, reklam, TikTok və analizlər var. Əvvəllər bir nəfər danışırdı, kəndin yarısı bilirdi. İndi bir də düyməni bastın, bütün dünya bildi. Dəhşətdir, bu belə şey yoxdur. Ay qardaş, nədən danışırsan? Ürəyində nə fikirləşirsən? Bir də görün SMS gəldi. Deyil, bu da yenə 15.000 manat kredit çox asan. Nə ilə mən kreditdir? Kamerasına girim də qoy. Yok kamerası. Az var, ya. Yenə, onun da kamerası var. Biraz çəkim atım Instagramda, nədir deyirlər ola. Ay kızım, gel bunu paylaş oralarda bir yerde. Ay bala. Ay kızım. Çağırdı ya, taxıb o şunuru qulağına gəzir.